Klaster məsələləri. Uşaqlar, klaster sözünü hansı mövzuda eşitdiyimizi bəlkə xatırlayarsınız. Sərt disk haqqında keçəndə biz klaster sözündən qarşılaşmışdıq ki, sərt disk məntiqi hissələrə bölünür. Bunlar da klaster adlanır. Məntiqi hissələr ona görə deyilir ki, əslində bölgü sırf o formada getmir. Yəni içində tutalım ki, hissədir disk, bir optik disk fikirləşək. Yəni normalda əslində bunun içində hissədir, otaqdır, belə bir şey deyil. Sadəcə olaraq fayllar 4 kilobaytlıq, məsəl üçün klasterlərə bölünür. 4 kilobayt, 4 kilobayt yanaşı yazılmağa başlayır. Bunların da tərkibində sektor ola bilər. Klasterlərin tərkibində. Bir klaster ola bilər 4 sektordan ibarət olsun. Ola bilər 8 sektordan ibarət olsun. Ümumilikdə belə adlanır ki, ən kiçik ölçüsü sektordur. Daha sonra klaster gəlir. Bundan da böyük olan hissə cığır adlanır. Cığır sizin proqramda yoxdur. Amma belə fərz edə bilərik ki, təxmini özümüz üçün bir bölgü götürsək, deyərik ki, məsəl üçün bir sektor, ikinci sektor, məsələn, üçüncü sektor, dördüncü sektor. Bu bir klasterdir, düzdürmü? Bir klasterin içində tutalım ki. Böldüyüm hissə bir klasterdir, məsəl üçün. Bunun da içində 1, 2, 3, 4. Xəttlərini əlavə qoyuram ki, görəsiniz. Məsələn, burada da bir dənə 4-lü oldu. İndi təxmin edin ki, bu hissə, məsəl üçün, bu hissə olan, yəni uzunluğu deyil, dairəvi, belə deyək. Bu hissə bir cığır adlanır. Cığır. Bu biri hissə ikinci bir cığır olacaq. Bu birisi hissə üçüncü bir cığır olacaq. Bu biri isə dördüncü. Təxmini başa düşün nə demək istədiyimi. Bu hissələr cığır olacaq. Bu ən kiçik fayllar olacaq. Fayl deməyək də buna. Bölmələr deyək. Olacaq sektor. Bəzi sektorların birləşməsindən də alınan olacaq klaster. Yəni belə fikirləşək. Bir bina fikirləşin uşaqlar. Bina fikirləşin. Bu binanın hər mərtəbəsi var, düzdürmü? Mərtəbələri var. Fikirləşin ki, disk ümumilikdə binadır. Bina. Hər mərtəbə fikirləşin ki, bir cığırdır. Hər mərtəbənin içində də mənzillər var, düzdürmü? Qapılar açılır. Məsələn, 3 mənzil var, tutalım ki. Bu olacaq klaster. Mənzilin artıq içindəki otaqlarda, mənzilin içindəki otaqlarda olacaq nə? Sektor. Belə fikirləşin. İndi o zaman gəlin belə bir şey fikirləşək biz. Deyək ki, ev almısan. Məsəl üçün, Sübhan ev almısan. Evi aldın, gəldin. Sonra qapını bir başqa adam döyür. Deyir ki, salam, olar biz də bu evdə yaşayaq. Deyirsən ki, yox, bu evi mən almışam axı. Deyir ki, bu qonaq otağında mənə satıblar da, mən də qonaq otağında yaşayım. Qəbul edə bilərsən Sübhanallah, normaldır. Xeyr, müəllim. Xeyr, düzdür. Deməli, bir mənzil varsa, bunun içində bir ailə yaşaya bilər də, sizin ailəniz yaşayacaq, düzdürmü? İndi o zaman belə fikirləşək ki, bir klaster varsa, bir klasterə yalnız bir fayl yerləşə bilər. Bir fayl yerləşə bilər. Və yaxud da gəlib deyirlər ki, Aytac, siz ailədə 3 nəfərsiniz, sizin də eviniz 5 otaqlıdır. 2 otağı nə edirsiniz ki, siz işlətmirsiniz ki? O 2 otağı da verin bizə. Normaldır bu Aytac. Xeyr, müəllim. Düzdür. Deməli, sənin klasterində yer qalsa da, qalmasa da, bir klaster varsa, artıq bir klaster eyni bir fayla zanit olacaq, məşğul olacaq. Aydındır nə demək istədiyim sizə?
İndi gəlin baxaq. Deyək ki, məsələlərə baxaq. Məsələ üzərindən daha yaxşı başa düşəcəyik. Deyək ki, məsələn, 35 kilobaytlıq faylı yaddaşda saxlamaq üçün neçə klaster lazımdır? Fayl. Məsələn, ən sadəsindən başlayır. 35 kilobaytlıq faylı neçə klaster lazımdır? Hı. İndi uşaqlar, deyin görüm. Baxın. Aha. Aha. Deyir 35 kilobaytlıq faylı neçə klaster ehtiyacdır? Belə bir sual verir. Bu zaman baxaq. Bir klasterimiz də verib ki, bir klaster bərabərdir 4 kilobayta. Məntiqi olaraq nə edəcəksiniz? 35 kilobaytı böləcəksiniz 4 kilobayta. Neçə edəcək? 8,75. Aha. Biz amma onu elə götürməyəcəyik. Biz onu götürəcəyik 9 9 götürəcəyik də. klaster. Bəli. Yəni belə fikirləşək. Deyək ki, 35 kiloqram bal var. Bal süzülüb. Bu balı 4 kiloqramlıq bankalara tökəcəyik. Bankalara yığılacaq. Bizə neçə banka lazımdır? Lazımdır. İkinci sinif, üçüncü sinif məsələsi tipli bir şeydir. Baxaq indi 35 kiloqrama bizə deyə bilərik 8 nöqtə neçə banka lazımdır. Deyə bilmirik ki, düzdürmü? Yəni burada sonuncuda 3 kiloqram tutacaq, 1 kiloqramlıq boşluq qalacaq. Amma yenə də bu 3 kiloqram bal atmayacaqsınız geri. Doğrudur. Deməli, nə edəcəksiniz? Bunu bir bütöv banka kimi götürəcəksiniz ki, bu bankada lazımdır bizə. 9 banka götürəcəksiniz. Eyni klasterdə bu formadadır. Aydındır nə demək istədiyim bura qədər? Bir problem var, yoxsa davam edim? İkinci məsələyə baxaq o zaman. Deyir ki, fayl diskdə 72 sektor yer tutubdur. 72 sektorluq yeri tutub. Daha sonra deyir ki, bir klasterin, məsələlər bu arada sizdə var da göndərmişəm, baxırsınız yəqin ki. Bir klasterin tutumu 9 kilobaytdır. Bir klaster 9 kilobaytdır. Fayl neçə klasterdən ibarətdir? Fayl neçə klasterdən ibarətdir? Bir sektorumuzda bir sektor 512 baytdır. Adətən bir sektor 512 bayt olur uşaqlar. Baxaq görək nə edirik. Deməli, 72 sektordur. Bir klasterimizdə 9 kilobaytdır. Biz ümumilikdə tapmalıyıq ki, o zaman 72 sektorumuz neçə baytdır, neçə kilobaytdır, nə qədərdir? Bunu tapmalıyıq da, düzdürmü? 72-ni vuraq 512 bayta. Bu da yarım megabaytdır. Uşaqlar 0.5, daha doğrusu yarım kilobaytdır. Düzdürmü? Bizə nə olacaq? 36 kilobayt edəcək. Doğrudur. 36 kilobaytda böləcəyik 9 kilobayta. Deməli, nə olacaq? 4 klaster. Aydındır. 4 klaster deməli ehtiyacımız var. Keçdik. Üçüncü.
Müəllim, klasterin həcmini özü məsələdə verir, yoxsa həmişə 4-dür? Yox, yox, həmişə 4 deyil. Klasteri məsələdə verir adətən. Ya sən sektordan tapırsan və s. Amma e, burada görsən yazıbdır. Bir klasterin tutumu 9 kilobaytdır. Veribdir. Amma adətən sektor 512 bayt olur. Yəni normalda sektorun 512 bayt olmadığını görməmişəm. Amma olar ki, qarşınıza məsələ çıxar, hə verər 256 bayt, nə bilim, 1 kilobayt belə də verə bilər. Amma normalda 512 bayt olur sektor. Amma klaster dəyişə bilər. 6 kilobaytlıq klaster ola bilər, 9 kilobaytlıq klaster ola bilər. Bu formada dəyişə bilər. Klaster haqqında sizə başqa bir şey də deyəcəm. Hansı ki dördüncü məsələyə baxırıq. Üçə ehtiyac yoxdur, dördə baxın. Deyir ki, 73 kilobaytlıq foto, 57 kilobaytlıq foto və 29 kilobaytlıq mətn faylı. Kompüterdə, məsələn, bir dəfə də başqa cür yazacağım da. Kompüterdə cəmi neçə klaster yer tutar? Yer tutar. Bir klaster bərabərdə 4 kilobayt. Bu qismi asandır. İndi bu qismin gəlin Aytac desin. Biz davamlı mən başqa bir şey deyəcəm, izah edəcəm sizə. Buyur Aytac. Mən burada birinci həcmləri toplayacağıq. 73 kilobayt, 57 kilobayt. Bunları Yox, toplayacağıq yox, birinci. yox, 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 toplamayasın Aytac. Bir klasterə ancaq bir fayl ola bilər. Yəni ayrı-ayrı hesablayasın. Ha, onda 73-ü birinci 4-ə böləcəyik. Ayt. 19 dənə burada olacaq. Aha, 19. 57-ni 4-ə böləcəyik. 15 burada. 29 da 4-ə 9 olacaq. 9 ədəd də burada olacaq. Ümumi neçə klasterlərdir? 43 oldu. 43 klaster yer tutdu. Yer tutdu. 8 olmalı deyildi 29-u. Necə? 29 kilobayt dördə böləndə 7 tam onda neçə? O da 8 olmurdu ki. Ola bilər 8 olsun. Hə, hə, Bəli, 38 8-ə. olsun 42. Aha, bu belə. Mənim demək istədiyim isə zaten başqadır. İndi nəyi demək istəyirəm? Bu formada tapdıq ki 42. Burada bir çətinliyimiz yoxdur, düzdürmü? Necədir falan filan, okey. Amma indi mən sizdən bir şey paylaşmaq istəyirəm. Bir dəqiqə share edeyim ekranı sizə. Ekran görürsünüz indi uşaqlar. Məsəl üçün baxaq bu fayla. Baxırıq. Properties. Özəlliklərinə giririk, xüsusiyyətlərinə. Daxil olduq. Ha, burada eynidir. Baxın, burada deyir ki, size faylın ölçüsü neçədir? 118 megabaytdır. Size on disk 118 megabaytda diskdə yer tutubdur. 118 4-ə bölünür də belə başa düşürəm ki, düzdür. 112 hə, bölünür. 118 bölünür 4-ə. 118 4-ə bölünür deyə. 29.5 eləyir. Necə? Bölünmür, müəllim. Tam bölünmür. 29.5 eləyir. 29 onda 5 niyə elədi? 118 neçə bölünür, da burada klasterin fərqi var yəqin ki. Mənim bu biri kompüterimdə elədiyə görə. Bir datasına baxaq, gör məlumatını bir saniyə. Bir saniyə baxın. Ama 118'dir. Neyse. Koyun başka bir fayla. Daxil olun baxın. Hı -hı.
Baxın, burada fərq göstərir artıq. Bax, 788 kilobaytdır. 788 kilobayt. Diskdəki tutum isə 808 kilobaytdır. Aydındır. Onda bu 118 8-ə bölünür onda. 2 də bölünür 4-ə sən. 8-ə bölünür 118. Hə, 188 sən. Yox, yox, Bölünmür. bölünməməlidir. 6-ya bəs. Bölünmür axı. Yox, yenə bölünmür. 3-ə Yenə 3-ə 8, 10 bölünmür. bölünmür. Bu neçədir bunun klaster növü onda? Burada klaster neçə kilobaytlıq da bilmirəm tam olaraq. 2 ola bilər. 118 yox, 2 olsa bu qədər fərq eləməz axı. Arada baxın. Görün nə qədər fərq var. 10 kilobayt fərq var. Bunda daha böyükdür yəqin ki. 16-dır bəlkə. 118, Yenə Kilobayt çevrəndə bölünmür şey 4-ə. 118 ilə 4-ə bölünmür. Yox, əməl 118 megabayt bölünmür də, 10 kilobayt çevrəndə bölünür axı. Megabayt idi ki o. bəli. Hə. Hə, o megabayt idisə şey, hə, megabayt imiş ona görə. Mən kilobayt kimi fikirləşdim. Ailə də 4-ə bölünəcək. Hə, hə. İndi 788-ə baxaq. Megabayt idi, ona çox tutum varmış bu boqqanın. Yəni baxım təzə. Hə, uşaqlar bu megabayt imiş. Görsən Ayxan necə diqqətlidir. Əla Ayxan. Aha. Heç mən onun o qədər tutum olacağını bilmirdim. Aha, indi burada kilobaytda görürsünüz ki 788 kilobayt özüdür. Amma diskdə tutduğu yer 808 kilobaytdır. Yəni bu bizə onu demək istəyir ki, davam edim mən. Hı. Lövhəni görürsünüz indi uşaqlar. Lövhə görsəniz sizdə. Bəli, bəli. Bəli, bəli. Aha. Demək istədiyim odur ki, sizdən soruşsa ki, bu fayllar kompüterdə nə qədər yer tutar? Neçə klaster yox, neçə kilobayt yer tutar məsəl üçün? Yer tutar. Siz artıq bunları toplayıb həcmini deməyəcəksiniz, neçə kilobayt desə. Siz artıq 42 klaster tutdu mu? Bir klaster neçədir? 4 kilobayt dedik. 42 vur 4-ü hesablayasınız. Aydındır? 168 kilobayt. Belə normalda neçə edir? 73, üstə gəlsin 57, üstə gəlsin 29. Neçə edəcək? 159. 10, 60, 130, 159. 159. Yəni görürsünüz rəqəmlər arasında fərq var. Aydın oldu burada nə dediyim? Arada bir hərdən yoxdan deyin uşaqlar. Bəli. Görüm aydın oldu yoxsa yox. Aha. Deməli, gəl indi fikirləşək görək, əgər bu dolu hissəni bildik, söhbətin dolu hissəsini bildik. İndi görək bu məsələnin boş hissəsi necə olacaq? Gəlin baxaq. Deyir ki, 23 kilobaytlıq faylı, kilobayt həcmində, kilobaytlıq nədir? Faylı, özüm yazdığımı özüm səhv tuturam. 8 kilobayt həcmində olan klasterlərə bölüblər. Klasterlərə yerləşib. Hər nəsə. Nə qədər sahə, nə qədər həcm itkiyə veriləcək. Yəni boş qalacaq da, boş sahə olacaq. İndi gəlin baxaq. Bu zaman nə edirik? Normal düz məntiq istifadə eləməlisiniz. 23 kilobaytlıq fayl neçə klaster yer tutacaq 8 kilobaytdan? 3, 3 olacaq. Düzdür? 24 kilobaytlıq olacaq. biri də artıq qalır da. Aha. Deməli 24 kilobayt elədi 3 klaster.
Bizim faylımız özü nə qədərdir? 23 kilobayt. Çıx 23 kilobayt. Yerdə qaldı 1 kilobayt. Deməli bizim 1 kilobaytımız nə olacaq? Boş sahə olacaq. Keçirik bir digər məsələyə. Deyir ki, 40 kilobaytlıq klasterə neçə ədəd 9 kilobaytlıq fayl yerləşdirmək olar? Dəyanət, neçədən olar? 3. Kilobaytlıq klasterə, sualı bir də deyirəm. 40 kilobayt, Birinci 4 megabayt çevirir kilobayta. megabayt demədim. 40 kilobaytlıq klasterə, Bəli. klasterə. 7-ci sual. Hə 45 düşəcək, 5 klaster. Klasterə neçə ədəd, 8 kilobaytlıq fayl yerləşdirmək olar? 5 dənə klaster düşəcək. Olar. 5. Dəyanət dedi ki 5. Ayxan neçəsini yerləşdirmək olar? Hmm. Sübhan neçəsini yerləşdirmək olar? 5 dənə olmayacaq. Aytaş neçəsini yerləşdirmək olar? 5 dənə. Ayxan o söhbətin başında yox idi bu Hə, arada. 6 dənə deyim onda. Sonradan qoşuldun. Nə? 5. Sən də 5 deyirsən. 5 cavabı yoxdur axı, o da var. Məsələ odur ki, uşaqlar. Hə, çünki orada 9 kilobaytlıqdır heç. 9 kilobaytdır orada. Hə. Mən 8 demişəm. Nəsə, fərqi yoxdur. Bayaq mən sizə o boyda nümunələri niyə çəkdim? Mən dedim ki, Ayxan yox idi. Qoy o hissəsini Ayxana bir dənə də əlavə edək. Dedim ki, Ayxan. Dedim ki, fikirləşin ki, disk bir binadır. Bu binanın mərtəbələri cığırdır. Hər mərtəbədəki evlər klasterdir. Klasterin içindəki otaqlar sektordur. Dedim ki, Ayxan, tutalım ki, sizin 5 otaqlı eviniz var. Bir nəfər qapını döyür, deyir ki, siz 3 nəfərsiniz, 5 otaq sizə çoxdur. 2 otağında da biz yaşayaq. Razı olarsan Ayxan? Normaldır. Xeyr, normal deyil də, anormal olsan deyərsən ki, bu nə sualdır mənə verirsən. Normal bir şey deyil. İndi bu klasterdə elədir də, deyir ki, bu faylın saxlandığı yerdir, qorunduğu yerdir, evidir bu faylın. Başqa fayl gəldi, bundan eyni yerə düşdü. Mahnı oxuduğun yerdə başqa bir video açılır. Mətin yazdığın yerdə gəlir üstünə bir şəkil düşür. Onlar eyni klasterdə. Olmaz. İndi yaxşı, gəlin deyək 40 kilobaytlıq klasterə yenidən verirəm sualı. Neçə ədəd 8 kilobaytlıq fayl yerləşdirmək olar? 1 mənim. Bəli, 1. Bir fayla cümləmi belə başlamışdım sizə. Bir fayla bir ədəd, bir klasterə bir ədəd fayl yerləşdirmək olar. Yalnız bir ədəd. Klasterin böyüklüyündən asılı olmayaraq. Okey, burada. İndi keçdik. Deyir ki, 4 megabaytlıq diskə 6-cı suala gəldik. Mən başa düşmədim. Kimdir başa düşməyən? Mən Ayxan. Ayxan. Ayxan, bilirsən məsələ nədir? Diskdə klaster məntiqi bölgülərdir. Klasterlərin içində sektorlar olur ki, faylı saxlayırlar. Klaster özü sektorlara bölünür. Bir fayl, bir ədəd faylım var. Mənim MP3-dür. Məsələn, .mp3 nədirsə, Mahmudur. Bu faylı bu klasterdə saxlayır. Amma lazımdırsa əgər ehtiyac varsa, bu fayl məsəl üçün daha böyük bir fayldır. Lap 10 dənə klasterdə saxlayacaq. Məsəl üçün mən böyük çəkmişəm də bu xırda nöqtə boyda olur. Lazımdırsa 10 dənə də klasterdə saxlayacaq. Amma bu klasterə artıq klasterdə boş yer var deyə başqa bir fayl yaza bilməz. Klasterin içində bir faylın elementi yazılırsa, ona başqa bir fayl yerləşdirmək olmaz. Yəni sən fikirləş ki, sənin bir qabağına boş qab qoyulub, bunun içində yemək var.
Bunun içində borc töküblər. Bunun içində borc var. Bunun içində bu borc bura qədərdir. Bu qədər yeri var deyil. Bunun içinə küftə də tökə bilməzlər də. Düzdür? Nə bilim, bozbaş tökə bilməzlər də bunun içinə. Bu qab axı buna məxsusdur. Bunun içində bu var. Qarışar bir-birinə axı. Elə bil ki, klaster də onun kimidir. Bir klasterə yalnız bir fayl yaza bilərsən sən. İkincini yazdınsa problem olar. Ona görə yazılmır. Yəni sənin nə qədər boş yerin qalır qalsın. 40 kilobaytdır. Düzdür, klasterin. 40 kilobaytlıq klasterə 8 kilobaytlıq bir faylı yazdım. Bu qədər sahə ikiyə verilmiş sahə olacaq. Amma buna da heç nə yaza bilmərsən sən. Yəni Ha, bildim, 32 kilobaytı boş qalacaq prosta. bildim. Başa düşdün? Aha. İndi deyir ki, 6-cı suala baxaq. 4 megabaytlıq diskə 4 megabaytlıq diskə neçə ədəd 8 kilobaytlıq fayl yerləşdirmək olar? Vermək olar. Bir klaster bərabərdir 6 kilobayt. Sübhan, baxaq suala səndən bir yerdən. Müəllim, burada birinci 4 megabaytı kilobayta çevirməliyik da. Çevir. 4 megabayt o da olacaq. Demək 4 vuraq 1024 da 4096. 4 vur 1024 kimi də saxlaya bilərsən, problem deyil. Aha, Hə, 4096 kilobayt bu oldu. İndi 8 kilobaytlıq fayl. Burada bir söz deyim. Klasteri biz nədən istifadə edəcəyik ki? bax Sübhan, sən fikirləş ki, sən faylın, bir faylın kompüterdə nə qədər yeri zanit eləyəcək? 2 klaster. Aha, onda 2 klaster nə qədər olacaq? 12 kilobayt. Ay sağ ol. Hə, bunu da Sən bunu 12-yə artıq bölməliyik. 8 kilobayta yox, 12-yə bölməlisən, bəli. Yəni Bir uşaqlar, bu fayl Başa bir düşdüm müəllim. klasteri tutdu. Bir klaster tam doldu 6 kilobayt. O Burada da birisində ikinci 3-də 1-i də klaster doldu olacaq. 2 kilobayt. Amma bunun 4 kilobaytı artıq istifadə oluna bilməyəcək də. Yəni burada bir fayl üçün 4 kilobayt boş yer ayrılmalıdır artıq. Çünki bu klaster zanit oldu axı. Ona görə də bir fayl üçün ümumilikdə kompüterdə 12 kilobayt yer ayrılır. Aydındır? Müəllim, bunu da böləndə 341 qalığı ilə düşür. 342 götürəcəyik da. Bir var yuxarı. Yox, yox. İndi tərsini fikirləşsən. Az götürəcəyik onda. Hə, 341. yəni orası məntiqlə fikirləşin ki, 341 tam ondan neçədirsə 341-i sığıb. Bu tam neçə sığmayacaq da uje. Tərsinə. Bu dəfə tərsin verir sənə. Deyir ki, 3 dənə bankadır. Tutalım ki 3 bankadır. Birinin tutumu tutalım ki 3 kiloqramdır. Nə qədər bal çıxacaq? 3 kiloqram olsa 3,5 kiloqramdır məsəl üçün. Tərsini tam deyə bilmədim bunun nümunəsində. Yəni 341-i tam sığdı. Amma bu qalan tam neçə? Neçəyə uje yer yoxdur. Başa düşdüm müəllim. Mən o 12 kilobaytda sən başa düşmədim. Qoy görüm o sən necə izah edeyim. Deyirəm ki, bizim tam ki sifarişlərimiz var. Düzdür qızım? Bizim sifarişlərimiz var. Bu sifarişlərimiz ondan ibarətdir ki, biz tutalım ki, süd aparıb verməliyik. Butulkalarımız da 2 litrlikdir.
2 litrlik butulkalardır. Amma sifarişlərimiz 3 litrdir. Doğrudur. 3 litrdir. Sifarişlərimiz də 3 litrdir. Biz bunu tam doldurduq. Bu bir butulkada yarım olacaq da. Düzdür qızım? Burada itki oldu. Düzdürmü? Amma sənin əlində olan 2 litrlik butulkada sən buna gedib addelini 1 litrlik butulka tapa bilmirsən. Sənin əlində ancaq 2 litrlik butulka var. Töküb verməlisən. 3 litr yerine 2 litr sifariş göndərə bilməyəsən ki. Doğrudur Aytaç. Bura qədər okey. Bəli. İndi bu kompüterin də klasteri düzdür? 6 kilobaytlıqdır. Yəni bunun da qabının tutumu 6 kilobaytdır. 6 kilobayt, 6 kilobayt, 6 kilobayt bu formadadır. İndi sənin faylların bir faylın 8 kilobaytdır. Düzdür? Nə qədər yer tutacaq? Bunu tam tutacaq birin. Düzdür? Hə. Birinin də 2 megabaytı tutacaq. Amma dedik ki bir klasterə bir fayl yaza bilərik də. Bunun içindəki 4 kilobayt. 4 kilobayt. İşlənə biləcək dayı. Xeyr. Xeyr, işlənə bilməyəcək də. Daha bu işləmir. Funksiyası itdi. Doğrudur. Deməli onda bir dənə fayl, bir dənə 8 kilobaytlıq fayl kompüterdə nə qədər yer tutdu? 2 klaster. 2 klaster, yəni nə qədər? 12 Hə, kilobayt. 12 kilobayt. Bəli, başa Yəni düşdüm. bir fayl üçün 12 kilobayt zayint olacaq. Aydındır qızım? Bəli. İndi bizə də deyir ki, 4 megabaytlıq diskə neçə dənə belə 12 kilobaytlıq fayl yerləşər? 8 kilobaytlıq fayl yerləşər. Bizcə nəzərə almalıyıq ki, bir faylımız 12 kilobayt yer tutur axı. Mən başa düşdüm. 8 kilobayt olsa da. Belə. Aha. Keçdik 8-ə. Ayxan bax gör 8-ci suala. Uyğunlaşdır. Buyur Ayxan. Bəli. Hı hı. İndi bu 70 kilobayt. böləcək Aha, neçə elədi? eləyəcək 17 tam hissəsini. Hı hı. 18 yəni C. 18. Aha. 70 75, 19, 80. 3-dəki D. 80'də 20 olacaq. Zaten bunu bilmək asan idi ki, ən azı tutacaq. Ortanı böyük asan vermişdim. Ona görə bir dənə də məsələ yazarsan. 9-cu məsələ şifahidir. Deyir ki, 12 kilobaytlıq mətn faylı kompüterdə nə qədər yer tutacaqdır? Nə qədər yer tutar? Ayxan. 16 kilobayt. 16 kilobayt. Bir saniyə. Dəyanət bax. Deyir ki, 6 sektorlu klasterin tutumunu hesablayın. Bir sektor 512 baytdır. Evet. Hı hı. 2072 bayt eləyəcək. O da 3 kilobayt. 3 kilobayt düzdür. 11 sübhan bax. 11 müəllim deyir ki, həcmi 476 kilobayt olan belə deyək də faylda onun sərt diskində neçə klaster yer tutacağını hesablayın. B klasteri 8-də 476 kilobaytı 8-ə böləcəm.
Burada Mhm. təxminən 50 bizə saniyə 59 tam nə qədərsə eləməlidir. Bir klasterdə artıq götürməliyəm da 60. 60 klaster, düzdür. 12 Aytaç bax. Deyir, həcmi 3200 bit olan fayl neçə klaster yer tutar? 3200-ü böləcəyik. Birinci kilobayta çevirəcəyik. Hı, çevir. Necə çevirsən Aytaç? Yəni 32 vur 100 kimi yazdım. 2 üstü 5 vurulsun 5 üstü 2. Vurulsun 2 üstü 2. Bilirsən Aytaçsan. Ha, sonra maraqla gözləyirəm. Aha. Daha verəcəm 2 üstü 13-ə də. 3200 şifayı bölədin 8-ə neçə eləyir? 400. Hə, 400 də böləsən nəyə? Həm Yaxşı. kilobayt çevirmirəm bəs. Çevir də onu da bölürsən də deyirəm. Ha, böl. Hə, siz birinci baytı çevirməliydiniz. Çevir, hə, yaxşı çevir. Çevir, düz eləyirsən, çevir. Həm düzəməliyyə də almaraq. Çünki sən çox getdin axı. 3200 bitdi. Düzdür. İstədim özün görəsən. 3200 bitdisə tez bunu bayt kimi fikirləş də. Böl 8 bayt eləməyəcək. Neçə eləyəcək? 400. 400 bayt. 400 bayt zaten 1 kilobaytdan az bir qiymət deyil. Hə. Necə kilobayta çevirəsən ki onda? Zaten yəni Onda bir balacadır da. klaster yer Bir tutacaq da. klaster lazım olacaq da ki 4 kilobaytdan azdır. Bir Hə. klaster yer tutacaq. Yəni bir sualı bu sağ mövqedən görəndə tez panik yaşamayın ki, ay bunu sağdan baxdım bu suala, bu tərəfdə soldan nə bilim rəqəmi dəyişdilər. Rahat olun. Yəni normal belə düzünə baxın ki, nədir bu? Bu baytdır da, rahat olun biraz. 13. 13-ə bax. Aytaş. 13-də deyir faylın həcmi 36 kilobaytdır. Klaster ölçüsü hansı olarsa və disk ölü sahə daha az olar. Yəni boş sahə daha az olar. Maraqlı sualdır. Analiz elə görün bir də oxu. Nə demək istəyir orada sual? Oxuduğunuzu anlamağa çalışın. Aha. Yəni klasterin ölçüsünü maksimum götürəcəyik ki, onu böləndə daha az sahə qalsın da. Yo, nə bilirsən ki maksimumdandır. 1 Yox. kilobayt götürsək vəbşi ölü sahə qalmaz. Məsəl üçün. Mən 5 kilobayt götürəcəyim. Məsələn, 7 dənə klaster yerləşəcək, 1 kilobayt qalacaq. Fayl 36 kilobaytdır. Düzdür? Deyir Hə. hansını götürsək ölü sahəsi az olar. Deməli 5 götürsək, 5 götürsək, düzdürmü? Buna neçə Hə. klaster lazım olacaq qızım? 8. 8. 8 klaster neçə kilobayt eləyir? 40. 40. Arada neçə fərq oldu? 4 kilobayt Yox, fərq oldu. Necə? dəqiqə bir klaster 4 kilobayt idi da. Onda 9 olacaq. Yox, klasteri 5 götürsən. Orada suala oxu bir də. Deyir ki, neçənci sualdır mən də çarpdırdım. 13. 13. Faylın həcmi 36 kilobaytdır. Deyir ki, bu klasterlərdən hansı olsa, yəni bir klaster 5 kilobayt olsa, 13 kilobayt olsa, 8 kilobayt olsa, 10 kilobayt olsa, Hə, 11 başa düşdüm. kilobayt olsa, belə deyir. Aha, 5 götürsək 8 olacaq. 4 kilobayt artıq qalacaq. aha. 13 götürsək 3 kilobayt, 3 klaster olacaq. 13 3 olsa, kilobayt da artıq ay qalacaq. sağ ol, 39 olacaq, 3 kilobayt əlavə qaldı. Sonra Hə. 8. 8 olanda da 5 kilobayt, 5 klaster olacaq. Onda da 4 kilobayt artıq qalacaq. 10 Aha. olanda 4 olacaq. 4 kilobayt artıq olacaq. 11-də də 4 olacaq. 8 kilobayt artıq qalacaq. 13 olacaq. Deməli 13 kilobayt götürsək, ən az ölü sahəmiz baş verəcək. Hə. Yoldaşlar, sizə aydın oldu? Bəli. Sağ ol. Kimi başa düşmədisə mənə desin.
Xahiş edirəm. Problem yoxdur. Yəni yenə də ilk dəfədir bu mövzunu işləyirsiniz. Normaldır. 14. Fail yaddaşda 10 klaster yeri tam tutub. 14-ə kim baxsın? Kimdədir sıra? Ayxanda? Ayxanda dəyanətdə bilmirəm mən. Kimdədir sıra 14-ə baxaq onu. Heç kimə səs çıxmır. Ayxan bax. Değil. Mhm. 10 klaster yeri tam tutub fail. Yəni nə qədərdir həcm 40 deməli failin? kilobayt. 40 kilobayt. 40 kilobaytdır. 34 o qalacaq. O da ki 4 A variantı. Onun deyir həcmini 6 kilobayt azaltsaq, neçə klaster azalar? Düzgün oxumaq Azalar ki. qədər. Bəli, bəli, bəli. Hə. Axıra qədər oxuyun. Aha. Yo 6 deyir ki kilobayt klaster qalacaq. azaltsaq neçə olacaq onun həcmi? Bu deyir axı neçə klaster qalacaq. Azaltsaq neçə klaster qalacaqdır? Onun həcmini 6 kilobayt azaltsaq neçə klaster qalacaq? Hədə azaltdıq, 6 kilobayt azaltdıq. Neçə olacaq? Bir dəqiqə. Y 34 kilobayt. O da 6-ya böləndə bəli, 9 klaster. Klaster. Aha. On beşinci sual. Dəyanət bax. 8 zığırdan ibarət olan diskin tutumu 2048 kilobaytdır. Bir klasterin 8 sektordan ibarət olduğunu nəzərə alsaq, bir diskdə neçə klaster mövcuddur? Bir sektorda 512 baytdır. Deməli, 512 birinci vurmalıq 8-də, çünki 8 sektordan deyib. Eləyəcək 4096 bayt. O da yəni Bir 4 kilobayt. saniyə. Dedin necə eləyib? Sən yavaş-yavaş de, mən də yazım. Nə dedin? 8 sektor deyildi. 8 sektordan ibarət olduğunu nəzərə alaq. 8 sektoru vırırıq 512-yə, çünki bir dənə dedizdə sektor 512 bayt. Elə 4096, o da yəni 4096 bayt 4 kilobayt eləyir o da. Aha. Hə. Sonra bir diskdə neçə klaster? 8 çıxır. 2048-i də 8-ə bölməliyik. Ehtiyac var. Ümumi 2048 kilobaytdır. Düzdürmü? Bir klasterdə 4 kilobaytdırsa, bunu bölmək kifayət eləmir ki. Hə, 512 8-lığın nə əhəmiyyəti var ki orada zaten? 512 kilobayt eləyəcək. Yox, kilobaytlar gedir belə olanda. Adi 512. Pay alırıq da, düzdür. 512. 512 yoxdur heç burada cavabda. Düzəldim gərək. Mən bunu düzəldim eləyim. 512. 512. Düzəldi. 16. Sübhan bax. 64 kilobaytlıq mətn faylının iki sürəti daha yaradıldı. Onlar birlikdə neçə klaster yer tutacaq. Elə bir ki, müəllim 64 kilobaytlıq bu var idi. Bundan da 2 dənə oxşar yaradıldı. Da bir dənə də 64 kilobaytlıq oxşalı. Bir dənə də 64 kilobaytlıq. Düzdürmü? Düzdür. Deyir ki, onlar birlikdə neçə klaster yer tutacaq. 64 kilobaytın özü 22 klaster yer tuturdu da. Bunun iki sürətli hərəsi 22 tutmalı deyil. Aha, düzdür. Yəni 22 vurulsun 3, o da 66 Y bənd olur da. 66 tamamilə doğrudur. Yəni siz burada 64 vur 3 eləməməlisiniz də, olmaz. Ayrı-ayrı baxacağıq. Bəli, ayrı-ayrı baxasınız. Düz yazdın, əla. 17. 17. Kimdə sıra? Aytaçda. Aytaç buyur. Faylın həcmi 37 kilobaytdır. Klaster ölçüsü hansı olarsa ölü sahə daha çox olar. 3 olsa əgər 13 olacaq. Klaster sayı 2 kilobayt artıq yer qalacaq. 15 olsa əgər 3 olacaq. 8 kilobayt qalacaq. 6 olsa 7 olacaq. 5 kilobayt qalacaq. 9 olsa
5 olacaq, yenə 8 kilobayt qalacaq. 12 olsa əgər 4 olacaq. 11 kilobayt qalır deyəsən, A variantı olacaq mənim. A variantı. Səhv dedim cavabım. Məncə səhv dedin. 2 kilobayt. 3 Daha olsa çox olar deyir. Bəli, 12 kilobayt olacaq. 12 olacaq. 15 olsa 45 idi. Oradan nə 8 qalır? boş 8 qalacaq. kilobayt. 8 kilobayt qalacaq. Aha, 6 olsa dedik ki 42 olacaq. 5 kilobayt. 5 kilobayt qalacaq. Aha. 9 olsa Yenə 8 kilobayt qalır. 45, yenə 8 qalır. 12 də olsa dedik ki 36, hə oradan 11 kilobayt yer qalır. Cavab 12. Sualı sona qədər oxuyun. Xahiş edirəm. Bu bitdi. Keçək. Tip klassları hələ saxlayın, sizə tipi keçməmişəm. Bunu faylın tiplərinin əməliyyat sistemini gələn dərs keçəcəm, ondan sonra işləyəcəyik. Açaq topluda baxaq klaster məsələlərinə gəlin. Topludan klaster məsələlərinə baxaq. Açdınız. Mən bir dəqiqə gedeyim gətirim top. Aha, gidin gətirin. Topluda klaster hardadır ki? 48-ci nömrədə var, Hə. səhifə 52-də. Bu proqram təminatından eyni yerdə idi. Səhifə 52-dədir. Mən görürəm qədənə birinci klaster sual. De Sübhan müəllimin kitabında da olmalıydı. Sübhanın sayıda da klasterlər var. Onlara da baxarıq. Səhifə 52-də 51-ci sual. Hə, 48-də də var. 48-dən başlayaq. Hazırda hamı. Ayxan gəldin. Dəyənət bax məsələyə necə olar? Diskdə 15 kilobaytlıq səs faylı, 9 kilobaytlıq qrafik faylı da var. Bu fayllar nəsə klasterə yerləşir. Faylların yaddaşda birlikdə tutduğu yer nəsə kilobaytlar. Bir klasterə 4 kilobayt. Birinci 11-i, yəni 11 və 9-u ərəsini 4-ə böləcəyik. 11-i 4-ə böləndə 3 eləyəcək. 9-u 4-ə böləndə eləyəcək, o da 3 eləyəcək. 3 × 3 6. Yəni bir yerdə 6 klasterdir. Sonra 6 klasterdir. Bir klasterdə neçədir? 6 yazıq 4-ə 24 kilobaytı 24 kilobayt D bəndi. D bəndi. Düzdür. 50. Ayxan, 50 deyil. 51 Ayxan. Səhifə neçədir mənim? Səhifə 52. Səhifə 50-ci sual. 51-ci sual. 50. Min 10.5 kilobayt 12 söz falan. Mən birinci 13.5 kilobaytı 3 dənə klasterə ayırmaq olur. Onu vuracaq ki, 6 klaster eləyir. Sonra 8.8-dəki 13.5-i neçə klaster dedin? 3 3, aha. 2 dənədirsə 6 klaster Altı. olacaq, düzdür? Aha, sonra 2 deyəm, onu da 3-ə vuracaq. Yenə 6, 12. aha. Onda 6-dakı yox, əslində
Bir dəqiqə. 2 klasterdir. 3'e vurdun 6 klaster. 12 niye yazdım ben? 8 onda 8'e 2 klaster lazımdır. 3'e de vuranda 6. Bu da 6 elədi. Aha. Daha sonra deyir ki 2 onda 6'ya neçə klaster lazımdır? Ha, 1. 1. 4 dənədirsə 4 klasterdə bunlar tutacaq. Bəli. Aha. İndi Elə neçə kilobaytlıq yaddaş lazımdır? vur 6'dakı 64. 12 üstə gəl 4, 72. 16. 72. 16 vur 6. 16 vur 6, 72 eləyir. Bəli. 60, 6 vur 6, 36, 96 92. eləmir. 96. Hı, 96 kilobayt. Hı. Davam edirik. 52. Sübhan bax. Diskdə 13 kilobaytlıq səs faylı. Demək 13 kilobayt bir dənə səs var. Bir də 27 kilobaytlıq qrafik təsvirdir. Bu faylların ümumi neçə klasterdə yerləşdirmək olar? Həcmdə 5, klasterin həcmində 5 kilobaytdır. Bunu 5-ə böləndə demək 3 klaster buradan olacaq. Hı. Bunu da 5-ə böləndə 5 tam onda neçə 6 götürməliyik. Da 3 ilə 6-nın da cəmi 9. Cavab D bəndi. 9 dənə klaster. Bəli, doğrudur. Hı hı. Aytaç 53. Dir diskdə klasterin ölçüsü 8 kilobayt olaraq təyin edilmişdir. Yaddaşdakı fayl diskdə 72 kilobayt yer tutur. Faylın həcminin mümkün variantlarını müəyyən edin. Fayl əgər 72 kilobaytdırsa, 72-ni 8-ə böləcəyik. Yox. İndi sən fikirləş ki, fayl 8 kilobaytdırsa, dəqiq bunun içində nə qədər var? 7 kilobayt var. 8 kilobaytdırsa, 72'ni yaddaşa 72 kilobayt yer tutur. 72 kilobayt neçə klasterdir? Bölürük 8 9, kilobayt. Neçə klasterdir? 9 klaster. 9 klasterdir. Deməli, bunun içində dəqiq 8 klasterin var da sənin, düzdürmü? Bəli. Dəqiq 8 klasterin var. Yəni 9-cu, məsələn 1 kilobayt da artıq olsa 9-cu ola bilər. Amma bunun içində 10 klaster yoxdur da, 10 da yoxdur. Düzdürmü? Deməli, sənin ədədin 8 klasterdən 10 klaster arası bir ədədlər olmalıdır. Bildin nə demək istədiyimi? İndi 8 vur 8 neçə eləyər? 64. 64 kilobayt olar. 10 vur 8 neçə olar? 80. 80. Deməli, sənin ədədin bu 64 və 80 arasındakı ədədlərdir də. Başa düşdün qızım? Hansılar olur Həm onlar? niyə 8-i götürürük ki? Yəni ki, qızım, 9 götürməli deyildi. bir dənə şey deyim. Yox, bilsən nədir məsələ? 9 olur da, 9 buradır. 9 klaster. Klaster. Bir ədəd oxu çəkək. Düzdür? Gəl belə çəkək. 8 vur 8 neçədir? 64. 64. 64 kilobaytlıq fayl olsaydı, bu neçə klaster olardı? 8. 8 klaster, düzdür? 65 olsaydı, 9. 66, Yəni 9. 67, 9. 68. 70-yə qədər 9 olacaqdı. Neçəyə qədər? 72. 72'ye qədər. Hə, biz burada 9, 72'ye qədər 9 olacaq. Nə deyir? Sən deyirsən, mən səhv eləmişəm. Deyir ki, fayl diskə 72 klaster yer tutubdu. Hə, 73 olsa 10 klaster olar da. Burada 73 olsa 10 klaster olar. Bunu 73 qoymalıyam. Sorry, very sorry. 73 olsaydı buna 10 klaster lazım olacaqdı da. O mənada.
Deməli 69, 70, 71, 72. Artıq 72-dirsə də 9 klaster tutur, düzdürmü? 73 olsa artıq böləndə 10 düşəcək də 10 klaster düşəcək. 10 olacaq. Deməli sən bu şkaladakı bu hissəni götürə bilərsən. Mən başa düşürəm. 9 kilobaytlıq olan, yəni Hə, hansılar ki həcmə 9 götürürəm. klasterdə, hə. Fikirləş ki, yəni nə Məsələn, olsa 9 klaster tutar. 64 olsa başa düşürəm. 8 klaster olar. 73 olsa 10 klaster. O aradakı ədədləri götürməlisən. İndi hansılardır burada? 66, Burada 66 2, olacaq. 3, bir də 5. Bir də 5 olacaq. B bəndə. Aha. 54. Dənət bax. Həcmi 118 kilobayt olan faylı 5 megabaytlıq boş diskə maksimum neçə dəfə yerləşdirmək olar. Klasterin ölçüsü 8 kilobaytdır. 5 megabaytı çevirərik kilobayta. Eləcək 5120 kilobayt. 5 vurun 1024 kimi fikirləşsə 210. Hə. Bu nə deyir? Klasterin ölçüsü 8 kilobayt. 118-i vurarıq 8-ə, 944. Yox. Bir fayl 118 kilobaytdırsa neçə klasterdir? Yaddaşda nə qədər yer tutacaq, Dənət? 18 8-ə vurarıq. Yox. Bayaqdan nə yazırıq, Dənət? 118 kilobaytdır. Bir klasterində 8 kilobaytdır. Neçə klaster olur, Dənət? Bir də fikirləş. 8-ə bölməliyik. Bəli, bəli, bəli. Neçə klaster edir? 15. 15 tam neçə eləyir, yoxsa 14 tam neçə eləyir? 14 tam neçəsə 15 götürürük. 15. Deməli, bir faylın 15 klaster yer tutur. 15 klasterində neçə kilobayt eləyir o zaman? Yəni sən 118-dən bərabər ya da 118-dən böyük 8-ə bölünən ilk ədədi götürməlisən də. Ki tam yerləşdiyini biləsən. 15 olanda 15-dən 8-ə vursa 120 eləyir də. 2 dənəsi artıq qalır. Hə, deməli 120-yə bölməlisən də. Bölünsün 120. Beş vurulsun 2 üstü 10 bölü 120 o da eləyir. 5 vurulsun 2 üstü 10 4 vurulsun 30'dur da bu da. 4 vurulsun 30'dursa 4 vurulsun 6 vur 5 eləyək. 5'lər geçsin. Deməli 2 bu 2 üstü 4 ilə də bu geçsə 2 üstü 3 ilə hətta. Nə qalır burada? 128. 128 böl 3 neçə eləyər? 42 dövrdə 6 da. 42. Deməli 42-si yerləşəcək. Bu 6-nı atdıq, bu yerləşmədi. Belə. 43 yox, bu 42-dir. Birdən xəttimi səhv başa düşərsiz. Deməli, burada neynədik? Birdən ümumiləşdirək təzədən. Baxdıq ki, 118 kilobaytdır. Klasterin həcminə görə, yəni 8 kilobayta görə təyin etdik ki, bu yaddaşda nə qədər yer tutacaq? Fikirləşdik ki, bu yaddaşda 120 kilobayt tutacaq. Burada tam ədəd almağımız vacib deyil. Tam ədəd almaya da bilərsiniz. 5 megabaytı, yəni 5 vur 2 üstü 10. 5 megabayt dedi. Hə, 5 vur 2 üstü 10'u bölürük 120 kilobayta. Böldük. Bunu da kilobayt eləmişdik də. Böldükmü? Kilobaytlar getdi. Bunu da böləndə 42 tam neçəsə qaldı. Burada nəsə qaldı. Bu artıq bizə vacib deyil. 42'sini götürürük. Yəni 42'si sığacaq. 42 fayl sığacaq. 43-cü tam sığmadığı üçün dayanacaq. Yəni belə fikirləşin. Siz bir telefonunuza nəsə yükləmək istəyirsiniz. Düzdür? Fayl 3.5 megabaytdır. Sənin də 3 megabayt yerin qalıb cəmsi. O mahnı köçəcək ora? Köçməyəcək. Çünki o 0.5 qədər yeri yoxdur axı.
Belə. Davam edirik. Harda? 56. Sıra kimdədir? Sıra kimdədir? Ayxanda deyəsən. Ayxan buyur. Hə, 56-nı sual eləyim. Hı -hı. Hmm. Bir deyil, 2, 3. Klasterin həcmi deyir ki 16 kilobaytdır. Bir Tamam. klasterin həcmi. Deyir ki aşağıdakı fayllar yaddaşda ən az 48 kilobayt yer ayrılmalıdır. Ən az 48 kilobayt yer ayrılsın. Hı -hı. Deməli bu ən az Hə, deməli ən nə az. qədər olmalıdır? Hə, ən 3 azsa mən klaster yer tutmalıdır deməli, düzdür? cavab 4. Bir dəqiqə. Biri Ən niyə az. götürmədin? Bir də çünki mənim 2, yəni 2 Bəli, klass bir olsun klaster dedim. olar, düzdür. 52 Və o. 2-ni götürdün, götürmədin. 2-ni götürdüm. Bəli, çünki 3 klaster lazımdır 38-ə. 3-ü, Bu da götürdüm. 4-ü, 4-ü də götürə bilərəm də mən. 4-ə götürə bilərsən, bəli. Bu da 5. 5-i, 5-dən. 5-ə götür. Burada ən az deyirsə, ən az 48 kilobayt yer ayrılsın. Niyə yuxarını götürməyəsən Hamısı. ki? Cavabda problem var hə burada. Bu sualı belə qoymadı ki, hansılara yaddaşda 48 kilobayt yer ayrılar. Elə qoymadı. Çünki belə 4 dənə olur cavab. 2, 3, 4, 5 olur. Onda da cavab Ən yuxarı olmalı. hər şey. Onda da cavab olmur. Bu sualı belə vermədi ki, hansılara 48 kilobayt yer ayrılar. Ən az yox. Ən az deyirsə biz ən azı ondan da yuxarı olur da yəni. Ən az bu qədər ayırmalıyıq. Elə ən az kimi fikirləşməyin. Bu suala belə baxaq. Hansılara 48 kilobayt yer ayrılar? 2, 3, 5. Yer ayrılar. 2-yə, 3-ə, yəni 4-ə götürməyəcəyik. Çünki 4-ə daha çox ayrılmalıdır. 4 klaster ayrılmalıdır. 2, 3, 5 olacaq onda. Hı. 57 Sübhan buyur. 6 ədəd 5 GB-lıq boş DVD diskinə neçə ədəd 6 MB-lıq fayl yazmaq olar? Birinci 5 GB çevirəcəm megabayta, onu da bölməliyəm 6-ya da. Düzdürmü? 6 vur 5 gigabaytlıq. Zaten megabayt o birisi kilobaytla olduğu üçün bölünəcək. Aha, Elə promo hell eləməlisən. 6 yox, hell eləməli deyilsən. Elə deyil. 5 vurulsun 1024 bölünsün 6. Yox, yox, hell eləməyəsən. Qəfil gördüm birdən. Birdən-birə gördüm nə demək istədiyini. 6 ədədi vursan 5 kilo 30 eləyəcək. Düzdür? Aha, 30 GB. Gigabayt. Hə. Amma burada indi bir məsələ var. Gəl indi bunu da eləyərik. Görərsən fərqi. İndi gəl biz birdən nəyə baxaq? Bir dənə gigabayta. 6, 5 gigabaytlıq bir diskə. Bölək 6 megabayta. Ola bilər ki, burada bir dənə, iki dənə fərq olsun. Gəl baxaq. 5 gigabayt böl 6 megabayt neçə eləyəcək? Sonra vuraq 5, 6-ya da, bildin necə? 5 Bir vurulsun. diskə sığanlara baxaq. Sonra vuraq 6-ya. Aha. Mən də dedim usta belə idi da. 5 Hı. GB bölüm 6-ya sonra vurum. Hə. Bunu bir Əla. dənə yazım. 5 vuraq 1024'dür bu. 2 üstündə 10 bölünsün 2 vuraq 3. Bunu böləndə bircə saniyə. Hmm, Dəqiq olsun deyə gərək tam böləsən. Yəni 5-i vur 512-yə böl 3-ə. 850 850 tam dövrdə 3. 853 tam dövrdə 3. 854 götürəcək də onda bunu.
Yo, 8 daha doğrusu yox, senin yox, yox. 853, 853. 853 bu sığmadı. Burası Hə, sığmadı. Qaldı. 853. 6 Aha. ədəd dediyinə görə də 853-ü vuracam 6-ya. Cavab yəqin B. Mən də sonu 8 ilə qutaran bir dənə oldu. B-dir cavab mənim. 5118. Çünki İyi 6-nı bəndi. Hə, cavablamada budur. sonu İndi 8 ilə gəlin bitirdim. buna da baxaq da, uşaqlar. Görək həqiqətən belə fikirləşiblər. 6 vur 5 neçə edir? 30 megabayt. Düzdür? Gigabayt. 30 Mən hesabladım gigabayt. eyni şey deyil. Yəni təzədən 6-ya bölən 853 onda üstə eləyəcək də. 30 gigabaytı 30 vur 1024. 30 bir saniye vurun. 24 bölək 6-ya. Yox, 5120 eləyir. Lənət, tam özdə. Tamam. Yox, 6-nı vurmalı deyildik ki. 6-nı vurmalıydıq da 5 vur 1024-ə. Hədə vurdum. Mən elə 5120 elədi. 6 6-nı vur 5 böl 6 elədim də. 6 vur 5 vur böl 1024 böl 6. 6. Həmən 5 təzədən vurmuşam 1024-ə. Mən ona görə Yox. dedim elə 6. Yəni belə eləsək 5120 eləyəcəkdi də. Başa düşdünüz? Eyni eləmir. Olmayacaqdı. Bəli. Ayrı-ayrısına tək-tək baxıb sayına vurmalıyıq. Bəli. Baxaq. Sıra Aytaçda deyəsən, hə? Aytaç 60-cı suala bax. 60-da deyir, hər biri 1 kilobayt həcmə malik 10 ədəd səs faylının, 10 kilobayt həcmə malik 5 ədəd mətn faylının və 17 kilobayt həcmə malik 3 ədəd qrafik faylın diskdə tutduğu ümumi həcmi kilobaytlarla müəyyən edin. Bir klasterin ölçüsü 4 kilobaytdır. Burada mən 1 kilobayt həcmi ilə bir klaster yer tutacaq deyə 10 ədəd səs faylında 10 klaster götürəcəyik. 10 kilobayt həcmə malikdə biri məsələn 3 klaster tutur deyə 5 dənəsi də 15 olacaq. Əla. 17 kilobayt həcmədəki olacaq 5 klaster birinə. 3 dənə də 3 deyir deyə 15 olacaq bu da. Cəmi 15, 7-yə 15. 5 tutdu. Bu da 15 oldu. Hə. Yəni cəmi 30, 10, 40 olur. 40 klaster. Həcm də olacaq 40-ı 4-ə vuracağıq 160 kilobayt. Bəli, düzdür. Düzdür, yerdən. Doğrudur. Aha, dəyənət bax. Klaster tutumu 6 kilobayt olan diskdə faylın yaddaşda tuta biləcəyi həcmi müəyyən edin. Birinci 126 megabayt. 126 megabayt yazarıq. 126 vurulsun 2 üstü 10 bölünsün 6 kilobayt. O da 6-ya tam bölünəcək də. Ona görə sığışır. 6 kilobayt. Deməli, tuta biləcəyi 6 klaster tutumu 6 kilobayt olan diskdə faylın yaddaşda tuta biləcəyi həcmi. İndi bayaqki kimi gələk də 5 klaster olması üçün neçə olmalıdır maksimum? Hı? 30. 30 mən elə demirdim. Mən deyirdim bir variantlarda məsələn 126 megabayt kilobayta çevriləndə 6 kilobayta tam bölünür də. Tam bölünənləri götürəcəyik. Məsələn, üçüncü variantı götürə bilmərik. Çünki 101 kilobayt bölünmür 6-ya. Həmçinin 4-də də 1 megabayt bölünmürdü 6-ya. Klaster tutumu sualı deyir ki, klaster tutumu 6 kilobayt olan diskdə, yəni bir klaster 6 kilobaytdır. Faylın yaddaşda tuta biləcəyi həcmi müəyyən edin. Hə, sən 6-ya tam bölünənləri götürdün də, düzdür? Bəli. Hə, Bəli. düz Eyni götürmüsən. alınacaq da Hə, beləsi. düz götürmüsən, düzdür, düzdür. Yəni ki, bunlar 6 olmalıdır ki, fayl o qədər yer tutsun, düzdür. 62. Kimdədir sıra uşaqlar? Sıra kimdədir? Ayxanda. Məndə. Hansı sual oyunu? 62. Suala baxmırdın, hə, yenə Ayxan? Mən yemək yedim ona görə. Yemək yeyəndə baxa bilmirsən Ayxan, gözün görmür. 62-ci sual. Aha, buyur. Nuş olsun. Sağ olun. Nə oldu Ayxan? Baxıram mən bir dəqiqə. Hı.
Deməli, hər 99 kilobayt üçün 102 kilobayt götürəcək. Çünki hər klaster 6 kilobaytdır. Hı. O da ki 17 dənə klaster, 99 kilobayta neçə klaster dedin? 17. 6 kilobayt, O, 17, 36, 16, 17 hə düzdür. O da neçə eləyəcək dedin? 17. Hə, 17. 17, aha. 60, 7 vuraq da 42, 112, 102, 102. Deməli, Hı hı. 102 kilobayt yer tutdu. Aha, indi nə edəcəksən? onu da 150-yə vuracağıq. Yox, 150-yə niyə vursan? Oxu bir də Hə, salır. necə? Deyir ki, hər birinin həcmi 99 kilobayt olan 150 fayldan neçəsini 1 megabaytlıq boş diskə yerləşdirmək olar. Bizim Hə, problemimiz bu da 1 24-ə böləcək. megabayta yerləşdirməkdir. Bəli. 24-ü 102-yə böləcək. Ay sağ ol. 1024 böl 102. Bu da 10 dəfə düşür də. 10 düşür, 4 də əlavə qalır, düzdürmü? 10 dənəsini. Şimdi 63. Hı hı. Sübhan buyur.